Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcərin demək olar mərkəzində, gözəl bir yerində, sakit məhəlləsində 3 sotun içində tam paket kupçalı, ipotekaya yararlı, demək ki, 2 mərtəbəli, gözəl bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırılan bu ev şəxsi inşa olunmuş bir evdir. Ev də tam təmirlidir. Bir dənə çölünə başına bir çölünə kosmetik xərc lazımdır. Demək gördüyünüz kimi, bax bura maşın girən həyətidir. Gördüyünüz kimi həyətin rahat 3-4 maşın rahat daxil ola bilir. Demək hörmətli izləyicilər, burada evin qabaq hissəsidir. Gördüyünüz kimi də həyətində də hardasa burada da bir 60-70 kvadrat həyəti var. Ev ara mərtəbəsi monolitli kamera ilə kameralar hamısı qururaşdırılıb. Gördüyünüz kimi də bax ricerlərdə hamısı ev özü həqiqətən çox möhkəm tikilib. Hardasa 40-40 ricerlər verib. Fundament göz qabağında birinci mərtəbədə monolitli istip oldu. Yəni bunu nəzərinizə çatdırım. İndi evin bütün içinə girəndə tam təmirini özünüz görəcəksiniz. Burada da həyətində ayrıca əldamıdır. Ev sahibi burada əldamı düzəldir. Burada həyətin sanitar qovşağıdır. Bunu da nəzərinizə çatdırım. Burada biraz işlər qalıb. Amma əslində evin içi tam təmiri vəziyyətdədir. İndi ətraflı sizin məlumatı sizə çatdıracağam. Daxil olur buradan, bax evin bir giriş hissəsində. Ev sahibi demək, burada indi artıq əşyalar yığıblar. Bunlar köçlərdir, aparacaqlar bunları ev sahibi. Artıq əşyalardır. Bu evin yan tərəflərindən keçmək mümkündür. Görürsünüz, evin arxasına belə keçmək mümkündür. Hər tərəfdən fırlama mümkündür. Demək, hörmətli izləyicilər, nəzərinizə çatdırım. Qoy bir dənə. Burada da ev sahibi belə bir gözəl bir şey yaradıb. Yayda zaten ən mühüm işdə oturmaq üçün. Bax, belə bir. Bura açılır. Bax, hörmətli izləyicilər. Burada ev sahibi buranı da belə raşotka eləyəcəkdir. Bax, bir hissə. Burada da yayda zaten oturmağa belə bir şərait yaradıb. Düzdür, indi artıq əşyalar yığıblar. Burada bax, belə. Görürsünüz, bax, belə açılır rahat. Burada da yayda zaten yenə oturmaq üçün. Görürsünüz, hamısı belə balama hamısı bax belə sürtünməyədir. Görürsünüz, tam rahat. Pencərələr də elədir. Yəni, bunu nəzərinizə çatdırım. Girən evin içinə. Evin içi tam təmirlidir. Yəni, gözəl vəziyyətdə təmir olunub. Yenə qeyd edirəm, ev həqiqətən ev sahibi özünə təmirlətdirib. Yenə qeyd edirəm, torpağın da evində kupçası var, hörmətli izləyicilər. Bura giriş hissəsidir. Döşəməsi istipoldur. Sağda belə bir şkaf yığılıb, gördüyünüz kimi. Sağ tərəfdə burada bir geniş otaqdır. Hardasa 4-ün 5-ə. Ev təmirlidir. Yəni, nəzərinizə çatdırım. Ağ qapılardan, bahalı qapılardan istifadə olunub. Bura mətbəxdir. Həm də hörmətli izləyicilər. Bax, görürsünüz, bu zaldan da. Zaldır bura, həm də həm qonaq otağıdır. Bax, buradan da belə bir düz qapılar qoyulub belə. Zaldan keçib bu tərəfə də keçmək mümkündür. Burada mətbəxdir, zal üstü deyilib ev sahibi. İstəsəniz, yəni buranı bağlaya bilərsiniz. Ayrıca mətbəx kimi eləyə bilərsiniz. Ev sahibi hal-hazırda yəni belə bir proyekt verib, gördüyünüz kimi də. Yəni, buranın da qapısı yeri var. Yəni, mətbəxi ayırmaq olar. Ev sahibi qoyub buradan. Göz hörmətli izləyicilər. Oranı bağlı ayırmaq olar, mümkündür. Burası sanuzel hissəsidir. Təmir super, özü bahalı moydatırızadır, görürsünüz. Gördüyünüz kimi hörmətli izləyicilər, evin təmiri həqiqətən ideal vəziyyətdə təmir olunub. Aşağıda bir zal, bir mətbəx, bir də yataq otağı. Bu da yataq otağıdır. Bunu nəzərinizə çatdırım, gördüyünüz kimi. Yenə deyirəm, mətbəxin qapısını arıza qoyub. Kim istəsə oradan bağlayar, buradan qoyar, ya da ora açıq qala bilər. Yəni, burada bir ciddi problem yoxdur. Görürsünüz, burada qalxır yuxarı, pləkanlar zadır. Buradan da pləkan da belə işıqlıdır. Qalxır yuxarı buradan. Qalxan kimi yuxarıda ayrıca bir sanuzelidir. Gördüyünüz kimi burada sanuzeli hissəsidir. Ev mansard tiplidir. Amma evi
Ev sahibi elə eləyib ki, çox gözəl izolyasiya edilib. Yəni evin bir dəqiqə istiliyi, temperaturu burada super. Nə bu? Televizor hesab. Hörmətli izləyicilər, nəzərinizə çatdırın, bax burada əşyalar demək olar 80-90% qalacaq, elektroniklər götürəcək. Yəni əşyalı olacaq. Burada da bir dənə yataq otağıdır, gördüyünüz kimi. Yataq otağının içində də bax belə bir sanuzeli var. Belə sanuzel də var. Ev həqiqətən çox gözəl evdir. Bir dənə çöl kosmetikasına xərc lazımdır. Ev sahibi də onu nəzərə alacaq. Təmir çox gözəl, səliqəli bir evdir həqiqətən. Evə söhbət ola bilməz. Keyfiyyəti də ayaq altısı da birbaşa. Yəni stipol demək olar, döşəməsi betondur. Burada da bir yenə yataq otağı var. Demək olar, hörmətli izləyicilər, bu əşyaların demək olar 90% qalacaq. Bir dənə elektroniklər götürüləcək. Ara mərtəbəsi monolitdir demişdim sizə. 4 otaq buradadır. Yəni bunu nəzərinizə çatdırım ki, aşağıda da bir zal, bir yataq otağı. Cəmi 6 otaqdır. Mansar olmağına baxmayın, hörmətli izləyicilər. Ev sahibi bunu elə yığıb ki, yəni bir dənə evdə havalanması zaten hamısı qaydasındadır. Kimlər evini satmaq istəyirsə 055 389 3808 nömrəsinə əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seçal Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Ev yenə qeyd edirəm. Mərkəzə yaxın yerdədir, mərkəzdədir. Demək olar 3 sotun içində tam paket, torpağında evində ipoteka yararı kupçalı bir evdir. Qiymətdə 250 min start qiymətdir. Real alıcı olsa endirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözdə hörmətli izləyicilər, ev sahibi deyəcək. 250 min start qiymət. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alanı da xeyir versin, Allah satana da. Amin.